Və Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqı da böyükdür. Necə deyə bilərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu dar məkana, balaca yerə, dar yerə, torpağın altına salıblar sahabələr onu və sonra onun üstünə torpaq qoyub tərk ediblər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sağ olduğu halda kim öz atasın, anasın, evladın, uşağın, qonşusun diri-diri bastırar, torpağa qoyar? Kim eləyər bu? Hansı Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin gözündə, ümmətin qəlbində, sahabələrin qəlbində onlara atalarından, analarından, evladlarından, hətta öz nəfslərindən, öz canlarından belə daha sevimlidir. Subhanallah, həqiqətən bu böhtandır. Belə deyənlərin ağılları hardadır? Hara gedib bunların ağılları? Peyğəmbər sallallahu aleyhi və səlləm bildiyimiz kimi sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmi hər kəsdən çox sevirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləmi ən çox sevənlər də sahabələr olublar. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləmi əgər xata ilə qəbrə qoyublarsa onu sonra çıxartmayıblar? Və sahabilər Peyğəmbər sallallahu aleyhi və səlləmə qəbirdə sağ idisə, ixtilaf etdikləri vaxtı niyə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrindən Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşmurdular? Sahabələrin arasında istər elmi, istər başqa fitnələr baş verdi. Hətta Allahın qədəri ilə sahabələrin arasında döyüş belə baş verdi. Bununla yanaşı onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinə gəlib ondan heç bir şey soruşmadılar. Demədilər ki, ey Allahın elçisi, ixtilaf etdiyimiz şeydə bizə haqqı göstər və bizi bu qaranlığı bizi aydınlat öz elminlə, öz yönətməyinlə və bizi başa salmaqla. Bu hamısı dəlildir ki, kim zənn eləyərsə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz qəbrində dünya həyatı kimi, təbii həyatı kimi diridir, necə ki yerin üzərində elə diri idi və dünyada olan bütün əhkamlar və bütün hökmlər onun üzərindədir. Necə ki bu dünyada belə idi, bu insan çox böyük xata etmiş olur.